Şahin hərbi idman oyunları Oyunların şəhər mərhələsinin rəsmi hissəsində en saylı hərbi hissənin yüksək rütbəli zabitləri və təşkilatçılar idmançılara uğurlar arzulayıb. Hərbi idman oyunlarına komandaların təntənəli keçidi ilə start verilib. Bu ilki yarışlarda 8-10-cu sinif şagirdlərindən təşkil edilən komandalar qüvvəsini sınayıb. Keçən illərlə müqayisədə bu illər, yəni 2015-ci ildə gənclərimiz daha da yaxşı təsir bağışladılar və gənclər üzrə keçirilən yarışlarda qalib olan məktəblər zona üzrə keçirilən yarışlarda bölgəmizi daha yüksək pillələrdə təmsil edirlər. Gəncənin 44 ümum təhsil məktəbinin qatıldığı yarışda mövcud qaydalara əsasən hər komanda 4-ü qız, 4-ü oğlan olmaq şərti ilə 14 nəfərdən ibarət olub. Yarışlarda hər məktəb öz seçiminə uyğun vahid formada çıxış edib. Əsasnaməyə görə Şahin hərbi idman oyunlarında komandalar 8 mərhələdə sıra hazırlığı, patronun darağa doldurub boşaldılması, avtomatın sökülüb yığılması, tüfəngdən hədəfə atəş açma, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı, komanda qərargah çadırının qurulması və maskalanması üzrə qalibi müəyyənləşdirib. Hərbi oyunlarda ən həyəcan verici isə sanitarların yarışı olub. Bu mərhələdə məktəblilər şərti yaralını tibb məntəqəsinə ən qısa müddətdə çatdırmaq üçün mübarizə aparıblar. Bu il zona birinciliyinin Qazaxda keçirilməsi nəzərdə tutulub. Bildirək ki, zona yarışlarının qalibləri Bakıda keçiriləcək final mərhələsində iştirak edəcək. Azərbaycanın ən güclüsü Cəmşid Naxçıvanski adına hərbi liseydə müəyyənləşəcək. Orxan Cəfərzadə, Anar Məhərrəmoğlu, Gəncə.